Bu videoda istifadə etdiyim cutoutları necə elədiyimi və hansı effektlərdən istifadə etdiyimi ümumilikdə göstərəcəm. Deməli, birinci video üzərindən cutout edirik. Cutout nədir? Məsələn, bu video lazımi yerlərdə mən slowlaşdırmışam. Əvvəlcə mənə lazım olan görüntüləri ard-arda yığmışam. Daha sonrasında istədiyim görüntülərə slow vermişəm. Slow vermək nə deməkdir? Yəni klipin orijinalından daha yavaş şəkildə göstərməkdir. Misal üçün mən buna 0.5 slowluğu vermişəm və slow verərkən diqqət etməli olduğumuz nöqtə burada better quality olanı seçməkdir ki, bu daha yumuşaq effekt verir, daha smooth effekt verir. Daha sonra cutout eləmək üçün, deyək ki, mənim videom orijinalı budur, amma mən o daha uzundur, amma mən onu müəyyən hissədən kəsmişəm. Mən biraz bu klipi qabağa gətirirəm və deyək ki, bu hissəsindən mən cutout eləmək istəyirəm. Ona görə kəsdiyim hissəni vururam. Klikləyəndə aşağıda bölmə açılır və mən buradan freeze olanı seçirəm. Seçəndə həmin seçdiyim klip bu şəkildə freeze olur və mənə yəni şəkil versiyasına çevrilir, yəni donur. Mənə lazımdır bunun donmuş hissəsi, yəni klip hissəsi lazım deyil. Və bunu ana hissədən keçirdirəm overlay, yəni ikinci hissəyə, ikinci qatmana. Gördüyünüz kimi bu şəkildə qatmana gəldi. Yəni freeze olduğuna görə, iki tərəfdən kəsildiyinə görə bu ikinci klipi də silirəm, orijinal klipdən qalır. Mənə çox uzun lazım deyil freeze, kəsirəm, lazım olan hissəsini gətirirəm. Qaldırıram ana bölmə hissəsi ilə altına. Deməli, bu hissədə əsas məsələ nədir? Deməli, klip bu şəkildə sondan başlamalıdır. Bu başlanğıc hissəsi bu hissədə olmalıdır. Əvvəlcə indi bizə burada remove background seçirik və auto removal var. Auto removal nə edir? Cismin arxa hissəsini silir və əsas cismi öndə saxlayır. Daha sonrasında mənə lazımdır ki, klip burada dayansın orijinal versiyasında. Burada klipin üzərinə klikləyəndə burada keyframe nöqtəsi var. Bir dəfə vururuq üzərinə. Daha sonra qaydırıq ikinci klipin baş hissəsinə və istəyirəm ki, bu görüntü buradan aşağıdan gəlsin və hətta biraz kiçildirəm. İki barmağımı istifadə edirik, bunu aşağıdan gələcək. Və gördüyünüz kimi burada avtomatik keyframe yaranır. Və sonunda belə bir nəticə alınacaq. Bu şəkildə. Hətta biraz da uzada bilərəm. Bunu mən buradan da eləyə bilərəm. Biraz bu şəkildə kiçildirək və aşağı indiririk. Bu şəkildə. İndi daha shake əlavə eləmək üçün, titreşmə əlavə eləmək üçün ikinci klipin üzərinə bu klikləyirik, yəni vururuq. Daha sonra animasiyalar bölməsini seçəndən sonra burada switch bölməsini seçirik. Seçdik və iki klip arasındakı animasiya üçün isə klikləyəndə burada kamera bölməsinə daxil oluruq və burada trumble zoom var. Klikləyirik və bizə yenə shake effekti verir. Daha sonrasında daha da titreşimi artırmaq üçün effektlər bölməsinə daxil oluruq. Video effektlərini seçirik. Burada shake seçirik. Shake seçdik. Bizə amma ilk hissələrdə lazım olduğuna görə biz qısaldırıq bunu. Sadəcə başlıqda istifadə edirik. Baxaq. Aha. Lazım olan effektləri aldıq və istəyirəm ki, mən bu video biraz daha cool görünsün deyə əlavə olaraq da yenə effektlər bölməsinə daxil oluram və yazıram black fade və üçüncü daha sonra mən çox yanma sönmə istəmədiyimə görə burada intensity-ni azaldıram. Bunu istəsəm sona qədər də eləyə bilərəm, istəsəm saxlaya da bilərəm. Bu qədər. Və eyni şeyi ardıcıl şəkildə digər videolarda da eləyirəm. Cutout bölməsində də həmçinin. Bu tip videolar sizə faydalısa abunə olmağı unutmayın. Hələlik.